Əgər qadın və kişi arasında dostluq yoxdursa, orada heç bir ailədən söhbət ola bilməz. Dostluq elə özü məhəbbətdir. Məhəbbət də dostluqdur. Əgər qadınla kişi arasında dostluqdan danışırıqsa, ailə dostluğundan, bu məhəbbət və bir-birinə bağlı dostluqdur. Dostluq nədir? Dostluq hörmətdir. Dostluq nədir? Dostluq səmimilikdir və şəffaflıqdır. Bunlar olmasa heç bir həyat yoldaşlığından söhbət gedə bilməz. Mən həyat yoldaşını belə görürəm. Bu çox incə bir mövzudur. Mən burada istəməzdim ki, məsələn, tövsiyə və ağıl verim. Onlar hamısı özləri bilir bu məsələləri, bu işin içində olan problemli ailələrdən gedirsə söhbət, özləri də nə vaxtsa qərar qəbul edəcəklər. Və yaxud da Allah Taala özü elə qərar verəcək ki, daha pis bir şeylər ola bilər. Demək istəmirəm bunu, çox şeylər baş verib. Amma sağlamlığı birinci növbədə qorumaq istəyən gənc ailələr varsa, əvvəlcədən əgər ortada danışdığımız səmimilik, dostluq yoxdursa, bu ailəni heç qurmasınlar. Qurublarsa, uşaq dünyaya gətirməsinlər və gətirib bədbəxt eləməsinlər. Ancaq əgər iki şəxsin həyatında ailə qurmaq məsələsi hansısa etapda dayanıbsa və ailə mümkün olmur, onda hesab edirəm ki, burada o uşaqların xatirinə, o uşaqların böyüməsinə, cəmiyyətdə sağlam, heç bir problemi olmayan və təhsil almış uşaq